Salam, bugün mən sizə coğrafya test toplusu 2023-2024-cü il test toplusu 2-ci nəşr və müəllimlərin işə qəbulu, sertifikasiya, abituriyent və olimpiyadaya hazırlıq üzrə demək test toplusu səhifə 159-dan başlayaraq demək məsələlərin həllini, izahını verəcəyəm. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanalıma abunə olub həmin məsələlərin izahına baxa bilərsiniz. Yerin hava təbəqəsi, günəş radiasiyası, atmosfer hadisələri bölməsindən. Məsələnin şərtini oxumazdan əvvəl nisbi rütubətlik haqqında məlumat verim. Nisbi rütubətlik nəyə deyilir? Mütləq rütubətlik nəyə deyilir? Və buxarlanma ümumilikdə nəyə deyilir? Demək, buxarlanma il ərzində 1 kvadrat santimetr səthdən buxarlanan suyun millimetrlə miqdarıdır və demək, burada nisbi rütubətlik haqqında desək, nisbi rütubətlik nəyə deyilir? Nisbi rütubətlik havada, yəni daim su buxarı var. Bu havanın rütubətliyi adlanır və temperaturdan asılı olaraq 1 kub metr havanın su buxarı saxlamaq qabiliyyəti dəyişir. Temperatur yüksəldikcə 1 kub metr havanın su buxarını saxlamaq qabiliyyəti artır və aşağı düşdükdə isə azalır. Havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik təyin edirlər vasitəsilə. Havadakı su buxarının qramlarla miqdarı mütləq rütubətlik və onun isə həmin temperaturda 1 kub metr havanın saxlaya biləcəyi su buxarının miqdarına demək, yəni nisbi rütubətlik adlanır. Yəni doyma həddinə olan faizlə nisbəti nisbi rütubətlik adlanır. Nisbi rütubətlik artdıqca yağış yağma ehtimalı artır. Havanın rütubətliyi deməli hiqrometr və ya psixometr cihazı ilə ölçülür. Nisbi rütubətlik əgər 30% qədərdirsə, hava quru hava, 30-60% qədərdirsə normal hava, 60%-dən çoxdursa ifrat rütubətlik sayılır. Və bir də hava su buxarı ilə doymuş və doymamış həddə olur. Yəni müəyyən temperaturda 1 kub metr havanın demək tərkibində mümkün ola biləcək qədər su buxarı olarsa, belə hava doymuş hava adlanır. Su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava adlanır. Burada demək cihaz, hiqrometr cihazı göstərilmişdir. Əyani olaraq göstərim və bir də baxın, bu cədvəldə 1 kub metr havanın tərkibində ki doyma həddi, yəni su buxarı ilə doyma həddi verilmişdir. Məsələ həllində bu rəqəmlər bizə lazım olacaqdır. Yəni bunu əyani göstərək və sonra məsələmizin həllinə keçək. Temperaturu 20 dərəcə Selsi, müsbət 20 dərəcə Selsi, nisbi rütubətlik 75% olan 1 kub metr hava müsbət 30 dərəcə Selsiyə qədər qızarsa, onun nisbi rütubətliyi neçə faiz olar? 1 kub metr havada müsbət 20 dərəcə Selsidə 17 qram, baxın burada göstərilmişdir. Demək 20 dərəcə Selsidə 17 qramdırsa, doyma həddi 30 dərəcə Selsidə 30 qram su buxarı ola bilər. Və əgər bizdə temperatur, növbəti məsələmizə baxaq, 44 nömrəli məsələ, 17 qramımız 100%dirsə, yəni doyma həddi 17 qramdırsa, 100%, nisbi rütubətliyimiz 75%dirsə, baxın, bu bizim tapdığımız rəqəm mütləq rütubətlik, yəni faktiki rütubətliyimizdir. Havada olan rütubətlik faktiki su buxarıdır. 12,75 qramdır. Və bizə qeyd edir 30 dərəcə Selsidə qədər qızarsa deyirsə, deməli 30 dərəcə Selsidə də su buxarı 30 qramdır. Doyma həddi 30 qramdır. Yəni 100% doyması üçün 30 qram su buxarı lazımdır.
12,75 qram X buradan tapırıq. Nisbi rütubətliyimiz olur 42,5%. Burada doğru cavabımız D variantında düzgün verilmiştir. Məsələ 47-yə baxaq. 47-də nə deyir? Temperaturu müsbət 30 dərəcə Selsi olan havada nisbi rütubətlik 49%-dən 64%-ə qədər yüksəlmişdir, yəni artmışdır. Bu dövr ərzində mütləq rütubətliyin neçə qram artdığını hesablayın. Nəzərə alın ki, temperatur müsbət 30 dərəcə Selsi olan 1 kub metr havanın tam doyması üçün 30 qram su buxarı lazımdır. Yəni, əgər nisbi rütubətlik artırsa, burada mən qeyd etmişəm, 30 qram 100%-dirsə 49% 14,7 qramdır. 30 qramda 100%-dirsə 64%-də faktiki su buxarı, yəni mütləq rütubətliyimiz 19,2 qramdır. Bunların fərqi bizə 4,5 qramı verir. Yəni, əgər nisbi rütubətlik 49%-dən 64%-ə qədər yüksəlirsə, demək bizim bu dövr ərzində mütləq rütubətliyimiz olur 4,5 qram olar. Yəni, əvvəlcə 14,7 qram olmuşdursa, 4,5 qram artmışdır və demək 4,5 qram artmışdırsa, demək faktiki su buxarı 19,2 qram olar. Yəni, artan rəqəmimiz 4,5 qramdır. Məsələ 84-də baxaq. Mütləq hündürlüyü 4000 metr olan dağın ətəyində 1500 metrdə havanın temperaturu müsbət 11 dərəcə Selsi olursa, dağın zirvəsində havanın temperaturunu müəyyən edin. Keçən video dərslərdə izahını vermişdim. Dağın ətəyindən zirvəsinə doğru getdikcə temperatur azalır və dağın ətəyindən zirvəsinə doğru getdikcə təzyiq aşağı düşür. Hər 100 metrdə 1000 metrdə temperatur 6 dərəcə Selsi aşağı düşür və hər 1000 metrdə təzyiq 100 millimetr aşağı düşür. Yəni, bunları bildikdən sonra məsələmizi həll edə bilərik. Əgər mütləq hündürlük 4000 metrdirsə və bizə qeyd edir ki, dağın ətəyində 1500 metrdə. 1500 metr verirsə, biz nisbi hündürlüyü tapmalıyıq. Yəni, zirvə ilə 1500 metr arasındakı hündürlük fərqini tapırıq. Buradan hündürlük fərqimiz olur 2500 metr. Və bayaqki kimi yenə tənasib qrup tapırıq. 1000 metrdə 6 dərəcə Selsidirsə, 2500 metrdə X buradan tapırıq temperatur fərqini. Bu olur bizim temperatur fərqimiz. Yəni, temperatur fərqi olur 15 dərəcə Selsi. Və koordinat oxunda göstərsək, əgər demək 1500 metr hündürlükdə temperaturumuz müsbət 11 dərəcə Selsidirsə və temperatur fərqi də 15 dərəcə Selsidirsə, fikir versək, bizim deməli temperaturumuz olar, yəni dağın zirvəsindəki temperatur olar -4 dərəcə Selsi. Buradan tapırıq -4 dərəcə Selsini tapmış oluruq. Məsələ demək 88-ə baxaq. Mütləq hündürlüyü eyni tipli məsələdir. Mütləq hündürlüyü 3500 metr olan dağın ətəyində 750 metrdə havanın temperaturu müsbət 6,5 dərəcə Selsi olarsa, dağın zirvəsində havanın temperaturunu müəyyən edin. Yenə də bayaqki kimi yenə də nisbi hündürlüyü tapırıq. Nisbi hündürlüyümüz olur 2750 metr. Yəni 3500 metrdən çıxırıq 750 metr, tapırıq hündürlük fərqini. Hündürlük fərqindən də temperatur fərqini tapırıq. Yenə də tənasib qrup tapırıq. Temperatur fərqi olur 16,5 dərəcə Selsi. Yenə də baxın koordinat oxunu qururuq. Əgər 750 metr hündürlükdə temperatur 6,5 dərəcə Selsidirsə, temperatur fərqi də 16,5 dərəcə Selsidirsə, deməli dağın zirvəsində temperatur -10 dərəcə Selsi olar. -10 dərəcə Selsi olar. Məsələ 139-a baxaq.
Burada doğru cevabımız D variantında düzgün verilmiştir. Horizontallara ait məsələdir. Yenə də baxın bizə 2 dənə məntəqə verilmişdir. El məntəqəsi, M məntəqəsi. Mütləq hündürlüyü 4500 metr olan el məntəqəsində, el nöqtəsində havanın temperaturu -18 dərəcə Selsidir. Kəsmə yüksəkliyi 500 metr olarsa, M nöqtəsinin mütləq hündürlüyünü və oradakı havanın temperaturunu müəyyən edin. El məntəqəsi ilə M məntəqəsi arasında baxaq görək ki, neçə kəsmə hündürlük var. Kəsmə yüksəkliyinin sayı nə qədərdir? Sayaq 1, 2, 3, 4. Deməli, el məntəqəsi ilə M məntəqəsi arasında demək 4 dənə kəsmə yüksəklik vardır. Və kəsmə yüksəkliyimizin hündürlüyü 500 metrdirsə, vururuq 4-ə, tapırıq hündürlük fərqi. Yəni, iki horizontal arasındakı hündürlük fərqi 2000 metr olar. Yenə də hündürlük fərqindən biz temperatur fərqini tapırıq. Tənasübü qrup buradan tapırıq 12 dərəcə Selsini tapmış oluruq. Yenə də koordinat oxunda qururuq. Əgər deməli el məntəqəsində temperatur -18 dərəcə Selsidirsə və temperatur fərqi də 12 dərəcə Selsidirsə, deməli M məntəqəsində temperatur -6 dərəcə Selsi olar. Və demək mütləq hündürlüyünü istəyir. Demək 4500 metrdən, çünki el məntəqəsi yerləşir 4500 metr hündürlükdə çıxırıq. Hündürlük fərqini 2000 metr çıxıb tapırıq 2500 metr. Yəni M məntəqəsinin hündürlüyünü tapmış oluruq. Digər məsələmizə baxaq. Məsələ 143-ə baxaq. Eyni tipli məsələlərdir. Lakin burada bayaqları ştrixlərə, berq ştrixlərə fikir versək, berq ştrixlərin istiqamətini, yəni dağın istiqamətini göstərir. Burada isə çökəkliyin istiqamətini göstərir, içəriyə doğrudur çünki. Və xarici horizontalda B nöqtəsi, baxın daxildəki çökəklikdə, daxildə demək A nöqtəsində -156 metrdir. Və indi məsələmizin həllinə baxaq, şərtinə baxaq. Deyir ki, A məntəqəsində atmosfer təzyiqi, yəni baxın burada demək 779 mm civə sütundur təzyiq, atmosfer təzyiqi. Kəsmi yüksəklik 250 metrə bərabər olduğunu nəzərə alaraq B məntəqəsindəki atmosfer təzyiqini tapaq. Əgər daxildə -156 metrdirsə, indi biz fikir versək, buradan koordinat oxunda daha ətraflı demək göstərdik. Koordinat oxunu çəkirik, çünki daxildəki hündürlük -56, 156 metrdirsə, 0 metr və keçirik 250 metr. Yəni, daxili horizontalımızın, baxın, daxili horizontalımızın qiyməti olur 0 metr və hesablasaq B məntəqəsinə qədər, horizontalların sayına baxaq. Baxın, 1, 2, 3, 4, daha doğrusu kəsmə yüksəkliklərin sayına 1, 2, 3, 4. 4 dənə kəsmə yüksəklik vardır. Baxın, 1, 2, 3, 4. Və B nöqtəmizin hündürlüyü olur 1000 metr. Çünki kəsmə yüksəkliyimiz qeyd edir ki, 250 metrə bərabərdir. 250 metrə bərabərdirsə, B nöqtəsinin hündürlüyü 1000 metr olar. Və daxildə qeyd edir ki, təzyiq 779 mm civə sütununa bərabərdir. Əgər biz hündürlük fərqindən, yəni ki, baxın, B nöqtəsi yerləşir 1000 metr hündürlükdə yerləşirsə, A nöqtəsi yerləşir -156 metrdə yerləşirsə, onlar arasındakı hündürlük fərqindən, demək, buradan tapırıq 1156 metri tapmış oluruq. 1156 metr bizim hündürlük fərqimiz olur. Yəni, A nöqtəsi ilə B nöqtəsi arasında hündürlük fərqi 1156 metr olar.
və buradan tapırıq tənasibi qururuq. Əgər 1000 metrdə təzyiq 100 mm aşağı düşürsə, 1156 metrdə x. Buradan tapırıq 115,6 mm bizim təzyiq fərqimiz olar 115,6 mm civə sütununa bərabər olmuş olar. Əgər daxildə təzyiq 779 mm civə sütununa bərabərdirsə, deməli, baxın, biz çökəkliyin dibindən ta ki yer səthinə doğru hərəkət edirik. Yer qabığına doğru hərəkət edirik və daxildə təzyiq 779 mm-dirsə, biz çıxırıq təzyiq fərqini. Təzyiq fərqini çıxanda, deməli, B nöqtəsinin təzyiqini tapmış oluruq. Deməli, B nöqtəsində təzyiq 663,4 mm civə sütununa bərabər olmuş olar. Məsələ, burada doğru cavabımız A variantında düzgün verilmişdir. Məsələ 144-ə baxaq. 144-də nə deyir? Nisbi rütubətliyi 80% olan 1 kub metr havanın doyması üçün 2 qram su buxarı çatışmır. Bu havanın maksimum su buxarı saxlama qabiliyyətini müəyyən edin. Əgər nisbi rütubətliyimiz 80%-dirsə və biz 100%-dən 80% çıxırıq, tapırıq çatışmayan su buxarının faizinin, yəni nisbi rütubətliyinin 20% olduğunu tapmış oluruq. Çatışmayan nisbi rütubətliyimiz 20%-imiz 2 qramdırsa, yəni çatışmayan su buxarımız 2 qramdırsa, bu 20%-dirsə 100% x. Buradan tapırıq 10 qram. Deməli, bu havanın maksimum su buxarı saxlama qabiliyyəti 10 qram olar. 10 qram su buxarı olar. Məsələ 145-ə baxaq. Sxemdə, demək, havanın verilən zirvədə, daha doğrusu sxemdə verilən zirvədə havanın temperaturu mənfi 3,1 dərəcə Selsi. A məntəqəsində, baxın, A məntəqəsində müsbət 1,1 dərəcə Selsidir. Okean səviyyəsində normal təzyiq olarsa, A məntəqəsində atmosfer təzyiqini və B məntəqəsinin mütləq yüksəkliyini hesablayın. Bergştiqə fikir versək, zirvədir, yəni dağın zirvəsidir. Həmişə bunu nəzərə alın. Və əgər temperatur fərqini tapmış olsaq, temperatur fərqi, çünki qeyd edir ki, zirvədə temperatur mənfi 3,1 dərəcə Selsidir və A məntəqəsində 1,1 dərəcə Selsidir. Deməli, biz aradakı temperatur fərqini tapmış oluruq. 4,2 dərəcə Selsi bizim temperatur fərqimiz olar. Və koordinat oxunda burada daha aydın göstərək. Əgər 1000 metrdə temperatur 6 dərəcə Selsi aşağı düşürsə, 4,2 dərəcə Selsi x. Buradan tapırıq bu iki məntəqə arasındakı hündürlük fərqi tapırıq. Olur 700 metr. 700 metri, demək, bu iki məntəqə arasında, baxın, bu iki məntəqə arasında daxili horizontal və bir də A məntəqəsinin yerləşdiyi horizontal arasında 2 dənə kəsmə yüksəklik vardır. Ona görə də hündürlük fərqi də 700 metr olduğu üçün 2-yə bölürük, tapırıq kəsmə yüksəkliyin hündürlüyünü. Kəsmə yüksəkliyin hündürlüyü olur 350 metr. 350 metr olur bizim kəsmə yüksəkliyimizin hündürlüyü. Və sonra qeyd edir ki, A nöqtəsində, A məntəqəsində atmosfer təzyiqini tapaq. Əvvəlcə tapaq A nöqtəsinin hündürlüyü. A nöqtəsinin hündürlüyü əgər 2450 metrdən, demək, 700 metri çıxsaq, yəni hündürlük fərqini çıxsaq, A nöqtəsinin hündürlüyünü tapmış oluruq. 1750 metri tapmış oluruq. B nöqtəsinin hündürlüyü isə, yəni 1750 metrdən çıxırıq 700 metri, çünki A nöqtəsinin hündürlüyü oldu 1750 metr. Çıxırıq, yenə də 700 metr çıxırıq, çünki 2 dənə kəsmə yüksəkliyi var. Aralarında A nöqtəsi ilə B nöqtəsi arasında 2 dənə kəsmə yüksəkliyi var. Ona görə də yenə də 700 metr çıxırıq.
tapırıq. B nöqtəsinin hündürlüyü. B nöqtəsi yerləşir, daha doğrusu hündürlüyü olur 1050 metr. Bu oldu B nöqtəsinin hündürlüyü. İndi bizə qeyd edir ki, mütləq demək A məntəqəsində atmosfer təzyiqi. Atmosfer təzyiqini tapmaq istəyiriksə, baxın, əgər 1000 metrdə yəni təzyiq 100 mm aşağı düşürsə, 1750 metr x buradan tapırıq. Aralarındakı təzyiq fərqi olur 175 mm olur. Yəni bu olur bizim təzyiq fərqimiz. Bizə okean səviyyəsi deyirsə, baxın burada okean səviyyəsi sözü işlənilmişdir. Biz bilirik ki, okean səviyyəsində baxın təzyiq yəni 0 metrdə təzyiq 160 mm civə sütununa bərabərdir. Burada daha aydın göstərilmişdir. Baxın, dəniz səviyyəsi, yəni mütləq hündürlük deyirsə, dəniz səviyyəsindən olan hündürlük hesablanır. Nisbi hündürlük deyirsə, baxın burada daha aydın qeyd olunmuşdur. Nisbi hündürlük deyirsə, yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqidir və nivelir vasitəsilə hesablanır. Baxın, bu olur bizim nisbi hündürlüyümüz və okean səviyyəsindən, mütləq hündürlük okean səviyyəsindən hesablanır. Və okean səviyyəsi deyirsə, təzyiq 760 mm civə sütununa bərabər olur və hündürlük demək 0 metr qəbul olunur. Ona görə də biz nə edirik? 760 mm civə sütunundan çıxırıq, 175 mm civə sütununa çıxırıq, yəni təzyiq fərqimiz bayaq tapmışdıq. 175 mm civə sütun, buradan tapırıq təzyiqimiz. Deməli, B nöqtəsi, A nöqtəsindəki təzyiq, baxın, A məntəqəsində atmosfer təzyiqi 585 mm civə sütununa bərabər olmuş olar. Və məsələ 168-ə baxaq. 168-də demək 5 kub metr havanın nisbi rütubətliyi 73%-dən 28%-ə qədər azaldıqda. Nisbi rütubətlik azalmışdır. Fikir versək, faizlər aşağı düşür. 28%-ə qədər azaldıqda mütləq rütubətlik 38-dən %25 qram azalmışsa, həmin havanın temperaturunu müəyyən edin. Nisbi rütubətlik azalırsa, deməli, temperatur artacaqdır. Demək, buradan 73%-dən çıxırıq, 28%-i tapırıq 45%. Mütləq rütubətliyimiz olur 38,25 qram, 45%-dirsə, daha doğrusu 100% x buradan tapırıq 85 qrama. Lakin bizə deyir ki, 5 kub metr havanın, 5 kub metr hava deyirsə, əgər 5 kub metr havada demək 85 qramdırsa, su buxarı 1 kub metr x. Buradan tapırıq 17 qramı tapmış oluruq. Deməli, temperatur, baxın burada bayaqki cədvələ fikir versək, doyma həddi 17 qram doyması üçün, yəni temperatur 20 dərəcə Selsi olmalıdır ki, maksimum doyma həddi 17 qram olsun. Burada doğru cavabımız 20 dərəcə Selsi olar. Yəni həmin havanın temperaturu 20 dərəcə Selsi olar. Burada da aydın göstərək. Və növbəti məsələmizə baxaq. Məsələ 172-yə baxaq. 30 dərəcə Selsi temperatura malik 15 kub metr havanın 10 dərəcə Selsi soyuması nəticəsində 6 qram, yəni birinci məntəqə, 2 dərəcə Selsi, 20 dərəcə Selsi temperatura malik 4 kub metr havanın 10 dərəcə Selsi soyuması nəticəsində 15 qram su buxarı ayrılmışdır. Birinci və ikinci demək halda havanın soyumasına qədər nisbi rütubətliyin müvafiq olaraq neçə faiz olduğunu müəyyən edin. Yenə də koordinat oxunu çəkirəm.
və temperatur 10 dərəcə Selsiyə aşağı düşürsə 20 dərəcə Selsiyə çatmış olur. Əgər 20 dərəcə Selsiyə çatırsa, bayaq qeyd etdik, doyma həddi 17 qramdırsa, biz nə edirik? 15 qram kubmetr havada 6 qram su buxarı çatışmırsa 1 kubmetr havada x buradan tapırıq 0,4 qramı tapmış oluruq. 4 kubmetrdə isə 15 qramdırsa buradan tapırıq 3,75 qramı tapmış oluruq. Və əgər 30 dərəcə Selsidə deyirsə, 30 dərəcə Selsidə yəni 30 qram doyma həddi, fikir versək doyma həddi 30 qramdırsa, yəni 100%dirsə, maksimum su buxarı ilə 17 tam burada toplayırıq. 17 qram üzərinə gəlirəm 0,4 qramı tapıram faktiki su buxarı, yəni mütləq rütubətliyi tapıram 17,4 qramı. Buradan tapıram faizimiz. Faizimiz olur, yəni nisbi rütubətliyimiz olur 58%. Və qeyd edir ki, ikinci halda temperatur 20 dərəcə Selsiyə temperaturdadırsa və 4 kubmetr havanın 10 dərəcə Selsiyə soyuması nəticəsində 10 dərəcə Selsiyə soyuyursa, deməli fikir versək 10 dərəcə Selsidə doyma həddi 9 qram su buxarı olar. Ona görə də 9 qramın üzərinə gəlirəm. Baxın, həmən bu su buxarını tapıram. Yenə də həmən havadakı su buxarı faktiki 12,75 qramı tapıram. Buradan yenə də tənasibi qurub tapıram 75%-i tapmış oluram. Deməli, birinci məntəqədə nisbi rütubətlik 58%, ikinci məntəqədə 75% olar. Və 2 dənə məsələmiz qaldı. 189 nömrəli məsələ. Burada məsələnin şərtini oxumuram. Yəni, məsələnin şərtini özünüz oxuyarsınız. Əvvəlcə 176 nömrəli məsələyə baxaq. Burada da yenə də nisbi rütubətliyimiz 90%-dir. Yenə də əgər 90%-dirsə, baxın, buradan tapıram. 30 qramımız 100%dirsə, 90% x buradan tapıram. Faktiki su buxarımız olur. 27 qram olar. Əgər temperatur 20 dərəcə Selsiyə aşağı düşürsə, çünki deyir ki, 10 dərəcə Selsiyə düşür. 10 dərəcə Selsiyə düşürsə, deməli 20 dərəcə Selsiyə aşağı düşmüşdür. Və bizə qeyd edir, burada deyir 3 vurulsun 4 vurulsun 5. Yəni ki, 60 kubmetr olar. 60 kubmetr olar. Əgər 27 qram, faktiki su buxarımız 27 qramdırsa, çıxırıq 10 dərəcə Selsiyədəki, baxın 10 dərəcə Selsidə demək 9 qram maksimum doyma həddi 9 qramdırsa, çıxırıq 9 qram, tapırıq 18 qramı. Buradan yenə də tənasibi qurub 1080 qramı tapmış oluruq. Bizə qeyd edir ki, havanın temperaturu 10 dərəcə Selsiyə düşərsə, havadan ayrılan su miqdarı 1 litr qabı doldura bilərmi? Və biz bilirik ki, 1 litr qabımız 1000 qramdır. Yəni 1000 qram da əgər burada 1080 qramdırsa, deməli 1000 qramı artıq keçmişdir. Deməli, doğru cavabımız doldura bilər. Çünki baxın 1080 qram olmuşdur. Yəni 1000 qramı aşmışdır. Və digər məsələyə baxaq. Məsələ 189-a sonuncu məsələmizdir. 189 nömrəli məsələ. Burada alpinist məsələnin videonu dayandırıb məsələnin şərtini demək vaxtımız getməsin deyən oxumuram. Yəni dağın zirvəsindəki mənfi 10 dərəcə Selsidir. Baxın, təzyiq düşür 500 mm düşərsə, yenə də təzyiq fərqindən biz hündürlük fərqini tapırıq. Tənasibi qurub tapırıq demək ki 5000 metr. Deməli arada hündürlük fərqi 5000 metr olursa, 5000 metr olursa, həmən hündürlük fərqindən də biz temperatur fərqini tapırıq. Temperatur fərqimiz olur 30 dərəcə Selsiyə olur. Bu olur bizim 30 dərəcə Selsiyimiz. Əgər dağın zirvəsində temperatur -10 dərəcə Selsiyadirsə,
Və bir də məsələnin şərtinə qeyd edir ki, havadakı rütubətin miqdarı dəyişmədiyi halda deyirsə, baxın, -10 dərəcə Selsidə, -10 dərəcə Selsidə nisbi rütubətliyimiz faktiki su buxarı 2,5 qramdır. Yəni doyma həddi 100% 2,5 qramdırsa, əgər burada hal-hazırda, yəni havadakı rütubət su buxarla doyma həddi 2,5 qramdır. -10 dərəcə Selsi temperaturda. Bu deyir qalmaq şərti ilə, yəni havadakı rütubətin miqdarı dəyişmədiyi halda dağın ətəyindəki havanın nisbi rütubətliyi və arada temperatur fərqi 30 dərəcə Selsi olarsa, deməli dağın ətəyində temperatur, yəni həmin demək yerdə temperatur müsbət 20 dərəcə Selsi olar. Müsbət 20 dərəcə Selsi temperaturda da doyma həddi 17 qramdır. Yəni 100% doyma həddi 17 qramdırsa və qaldığı şərtdə deyirsə, qaldığı halda, yəni su buxarı qaldığı halda 2,5 qram X, 17 qramda 100%dirsə 2,5 qram X buradan tapırıq. Nisbi rütubətliyimiz olar 14,7% olar.